Kiraya qaldığımız evdə həm dərin təmizlik, həm də dəyişiklik edirəm part 12. Bəli, bu dəfə evin eyvanından davam edəcəyik. Yəni bir tək bura qalmışdı təmizləməyə. Onun üçün də yenə qollarımı çırmalayıb başladım işə. Öncəliklə bu ayaqqabıları təmizləməkdən başladım. Maşallah olsun, evdə ayaqqabılar çoxdur, elə əsasən də mənim və onları artıq qoymağa yer tapmıram. Və ayaqqabıların bəziləri də artıq qışa aid olduğuna görə hər birini təmizlədim. Onları da dolaba qoyacağam. Ən çox istifadə etdiklərimizi isə elə buradaca saxlayacağam. Ayaqqabıları təmizlədikdən sonra Umuvannика həm Domestos'u həm də Neti əlavə etdim ki, biraz ağarsın. O sırada güzgünü də təmizlədim. Ardınca da həm Umuvannика həm kənar tərəflərini, həm də ki aşağı hissəsini də tərtəmiz elədim. Bu dibçəyin kənar hissələrinə çox vaxt hömçək toru yığılır. Öncəki onu təmizlədim. Ardınca isə dibçəyin yarpaqlarını tozlardan təmizlədim. Yaş dəsmalla təmizlədikdən sonra çox gözəl parıldayır. Ardınca qabını da təmizləyib içinə su tökdüm. Nə qədər çox gülləri, bitkiləri sevsəm belə, yalan deyim, bəzən onlara qulluq etməyi unuduram. Daha sonra isə pilləkənin tutacaqlarını və aşağı taxta hissələrini hər birini dəsmalla təmizlədim. Bu hissələrdə elə ən çox toz olan hissələr də demək olar. Daha sonra isə keçdim qapıya. O sırada Lucy'min balaca dostu da qonaq gəlmişdi. Ev yəsi qapının kənarlarını bu formada bağlamışdı. Yəqin ki, içərisi daha isti olması üçün idi. Amma artıq havalar da isindiyinə görə, həm də xoş görüntü olmadığına görə mən onların hamısını çıxartdım. Növbə çatdı bu qapının üzərindəki pərdəyə. Onu çıxarmaq üçün nə qəşəng bir üsul tapdım, çünki çox hündürdə idi. Pərdədə əməli başlı çiklənmişdi. Üzü yuyub geri asacağımı hələ dəqiq bilmirəm. Daha doğrusu necə asacağımı dəqiq bilmirəm. Ardınca pəncərə də hündürdə olduğuna görə paspaslı onu təmizlədim. Çünki başqa cürə onu təmizləyə bilməyəcəkdim. Daha sonra isə pilləkəndən tutmuş bütün toz torpağı təmizlədim. Paspasla da qalan hər yeri ümumi sildim. İndi isə gələk əsas hissəyə. Eyvan üçün belə bir 3 ədəd mənzərə şəkli çəkmişdim. Pilləkənin də bu hissələri çox boş qaldığına görə istədim ki, şəkilləri buradan asım. Düşündüm ki, həm gözəl görüntü olar, həm də ki, bu hissədə boş qalmaz. Siz mən çox bəyəndim. Təbii ki, sizin də fikirlərinizi yorumda gözləyirəm. Şəkilləri asmaq üçün yoldaşımı gözlədiyimə görə axşam hava qaralandan sonra bitirdik işimizi. Məncə əvvəlki halına görə indi daha da gözəldir. Sizin də fikirlərinizi gözləyirəm. Növbəti vlogda görüşənədək.